Hər kəs salam uşaqlar. Bu günlərim Xankəndindən köçürəm Bakıya. Səv eşitmədiniz. Bakıdan Xankəndi köçmürəm ha. Xankəndidən Bakıya köçürəm. Hə. Uşaqlar çünki nə mi? Uşaqlar məncə çox qəşəng anlarımız oldu burada. Əyləndiyimiz videolarımız, çox maraqlı gəzdiyimiz videolar, zarafatçı mizah elədiyimiz videolar, həm qəşəng xatirələrimiz oldu Xankəndidə. Xankəndinin özü də bir qəşəng şəhərdir. Bu dəqiqə hal-hazırda mənim 1313 takipçim var. 1313 takipçim var, hə. 10500 bəyənim var. İnşallah daha da artar. Xankəndə olan bütün takipçilərim, hamınız mənim ürəyimsiniz. Qısaca uşaqlar, heç kimin hələ xəbəri yoxdur mənim gedəcəyimdən, bu gün gedəcəyimdən heç kimin xəbəri yoxdur. Sinif yoldaşlarım, dostlarım, nə bilim, heç kimdə yəni qısaca. Gedəcəm bu günlərim, elə onlarla görüşəcəm. Voleybol oynayacağım, nə bilim, Zəfər Parkına çıxacağıq. Elə oradan video seçdim sizə. Video paylaşılanda onlar indi görmüş olacaqlar. Bu video paylaşanda gözəlləşir ki, mən şey eləmişəm. Bilməm, bu video çox uzun oldu. Buna 100% yerləşdirməyəcəm. Bəlkə də yerləşdirəcəm, nə bilim. İndi siz niyə satsızadım bu günləri? Çünki yuxudan durmuşam. Video çəkim dedim. Çünki tələsi vaxt tapamayacam. Çünki birazdan çıxacam çölə. Hə. Harada qalmışdıq? Qısaca gedirəm uşaqlar. Bakıda yaşayacağım artıq. Burada olan bütün takipçilərim, o 1313 takipçi hamısı mənim ürəklərimdir.